Salam olsun hər kəsə. Demək uşaqlar, bu gün biz sizinlə 7-ci sinif KSQ 1-in izahını verəcəyik. Başlayaq suallara vaxt itirmədən. Deməli, birinci sualda bizə deyir ki, bu alim bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd edib. Bu alim biz bilirik ki, Schleiden'dir. Schleiden bitkilərdə ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd edib. Şivani isə heyvanları deyib. Mən bunu öz şagirdlərimizə izah eləmişəm ki, şivan axırı vandır. Bunu belə yadda saxlaya bilərik ki, heyvanda da heyvan sözündə axırı vandır, şivanda da axırı vandır. Belə yadda saxlaya bilərik. Amma bitkilərdə isə Schleiden ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd edib. Keçək ikinci suala. Orqan və orqanlar sisteminin funksiyasını öyrənir. Fiziologiya öyrənir. Üçüncü suala baxaq. Okulyar sözünün mənası göz deməkdir uşaqlar. Obyektiv deməli cisim idi, öyrənirdi, əşya idi. Okulyar sözünün isə mənası göz deməkdir. Dördüncü suala baxırıq. Ribosomun əsas funksiyası uşaqlar zülal sintez eləməkdir və ən qədim orqana aiddir. Deməli, baxırıq 5-ci suala. 2 ilkin bakteriya 1 saat ərzində maksimum neçə nəsil əmələ gətirər? Uşaqlar, 2 ilkin bakteriyadan 1 saat ərzində maksimum 3 nəsil əmələ gəlir. Bunu düsturla da hesablaya bilərik və mən bir yol demişəm uşaqlar, o yolla da hesablaya bilərik. Elə mən öz dediyim düstura bilirik yəqin. NT bərabərdir N0 vurulsun 2 üstə N. Biraz səliqəsiz yazdım, bunu düzəldək biraz. Bunu düzəldək. Deməli, NT bərabərdir N0 yaza bilmirəm buradan. Vurulsun 2 üstə N. Proqramdan xoşum gəlmədi, yazmır. Nəsə dona işləyir. Aha, burada bu N nədir? NT əmələ gələn fərd sayını bildirir. N0 başlanğıc bakteriya sayını bildirir. N isə nəsli bildirir, nəsil sayını bildirir. Nəsil sayını da tapmaq üçün nə edirdik? Şərtdə bizə neçə saat verirsə, onu bölürdük. Maksimum deyirsə 20 saniyə, minimum deyirsə 30 saniyə də deyirəm, üzr istəyirəm uşaqlar, dəqiqəyə. Yəni 1 saat deyirsə, onu dəqiqəyə çeviririk. 60-ı bölürük, maksimum deyirsə 20-yə. Nə tapırıq? 3 nəsil tapırıq. Və belə də hesablaya bilərik. Bu düstur yolu ilə hesablamadır. Belə də hesablaya bilərik. İlkin bakteriyadan 1 saat ərzində 2-dən 4, 4-dən 8, 8-dən də 16 dənə fərd əmələ gəlir. Bu xəttlər də nəsil sayını bildirir. Bunlar da maksimum və yaxud da minimum deyirsə, maksimum deyirsə 20 dəqiqədən 1, minimum deyirsə 30 dəqiqədən 1 yazırıq. 6-cı suala baxaq. Deyir ki, verilən orqanizmlərdən hansı prokroiddir? Uşaqlar, canlılar ekroidlərə və prokroidlərə bölünür. Ekroidlərə aiddir, nüvəsi olanlar aiddir, göbələklərdir, bitkilərdir, heyvanlardır. Nüvəsizlərə isə prokroidlər aiddir, bunlara da bakteriyalar aiddir. Ümumiyyətlə, hüceyrəsi olmayan canlılara isə hüceyrəsiz varlıqlara isə viruslar deyirlər. 7-ci suala baxırıq. Yəni 6-cı sualda cavab bakteriyalar. 7-ci suala baxırıq. Deyir ki, hüceyrə və orqanizmin kütləcə artması onun bölünməsidir. Orqanizmin quruluşunun dəyişməsi onun inkişafıdır. Özünə bənzər nəsil yaratması, yəni nəsil yaradır, çoxalmasıdır. 8-ci suala baxırıq. Aşağıdakı canlılardan hansılarının hüceyrə qılafının xarici hissəsi qalın hüceyrə divarı ilə ibarətdir? Uşaqlar, biz bilirik ki, heyvandan başqa digər aləmin nümayəndələrində hüceyrə divarı var. Yəni, deməli, bakteriyalardır, göbələklərdir və bitkilərdə də hüceyrə divarı var. Bir də heyvanlarda hüceyrə divarı yoxdur. 9-cu suala baxırıq. Deyir ki, bakteriya hüceyrəsində olmur. Nə olmur bakteriya hüceyrəsində? Nüvə olmur. Biraz əvvəlki sualda bunu dedik biz. Daha sonra irsi məlumatları daşıyır xromosom. Hüceyrənin daxili möhtəviyyətidir. Daxili hərməşik möhtəviyyəti nədir? Sitoplazmadır. Xüsusi funksiyanı yerinə yetirən hissəciklərdir, orqanellərdir bu da. 10-cu suala da deyir ki, plasitlər yazın sarı, narıncı, qırmızı olur.
Bu nədir? Xromoplastlardır. Plastların 3 növü var idi. Xromoplastlar, xloroplastlar, leykoplastlar. Sarı, narıncı, qırmızı olanlar xromoplastlar idi. Günəş şüasından istifadə edib üzvü maddə yaradanlar xlora idi, yəni xloroplastlar idi. Ehtiyat qida maddələri toplananlar isə leykoplastlara aid idi. 11-ci suallara baxaraq. Hansı cümlələr doğrudur? A variantı: orqanizmin çoxalmasında qametlər iştirak edir. Bəli, orqanizmdə qametlərin birləşməsi nəticəsində yeni fərq yaranır, zigot yaranır və s. B variantına baxırıq. Yumurta hüceyrə və spermatozoid eyni ölçüdə olub qamçıları var. Xeyr, yumurta hüceyrə ilə spermatozoid fərqli ölçüdə olur. Spermatozoid kiçik ölçüdür, yumurta hüceyrə ondan nisbətən böyükdür və yumurta hüceyrənin qamçısı olmur, spermatozoidin qamçısı olur. Yəni quyruqları olur, quyruğu vasitəsilə hərəkət edir. C variantına baxırıq. Eritrositlər nüvəsiz, disk şəkilli qan hüceyrələrdir. Düzdür bu. Neyronlar cisim və çıxıntılarından ibarətdir. Düzdür. 12-ci suala baxırıq. Əgər hüceyrənin həqiqi ölçüsü 40 mikrometr olan cisim mikroskopda 4 sm görünür. Böyütmə dərəcəsi nə qədərdir? Uşaqlar, ümumiyyətlə bu məsələni eləmək üçün birinci santimetri mikrometrə çevirməliyik. Deməli, 4 santimetrimiz əgər 40 millimetrdirsə, 40 millimetrimizdə deməli 40.000 mikrometrdir. İndi necə eləyə biləcəyik bunu? Həqiqi ölçüsü 40 mikrometr olan cisim mikroskopda 40 mikrometr kimi görünür. Böyütmə dərəcəsini tapın. Mikroskopun böyütmə dərəcəsini düstur demişdim mən. Mikroskopun böyütmə dərəcəsi bərabərdir. Görünən ölçü bölünsün həqiqi ölçü. Yəni 40.000-i böləcəyik 40-a, tapacağıq cavabı. 40.000-i böləcəyik 40-a, neçə eləyəcəksə cavab odur. İxtisar gedir. Cavab da qalır neçə? 1000. Sıfır yazanmadım, ora fikir verin. Vay, sıfır yazanmadım. Yəni cavab 1000 eləyir uşaqlar. 100 yazdım, o sıfırı yaza bilmədim ora. Cavab eləyir neçə? Bu sualın cavabı 1000'dir. Oldu uşaqlar, ümid edirəm ki, aydın oldu. Aydın olmasa da şərh bölməsinə qeyd eləyərsiniz. Çox sağ olun.